Əhl-i Beytin məqamı Quranda. Əhl-i Beyti sevmək vacibdir. Dəlil: Ya Peyğəmbər, de, mən sizdən bunun risaləti, yəni təbliğ etməyinin müqabilində qohumluq məhəbbətindən, Əhl-i Beytə sevgidən başqa bir şey istəmirəm. Şura surəsi 23-cü ayə. Əhl-i Beytdən öyrənmək vacibdir. Dəlil: Əgər bilmirsinizsə, zikir, kitab, elm əhlindən, Əhl-i Beyt üzvlərindən soruşun. Nəhl surəsi 43-cü ayə. Əhl-i Beytə itaət vacibdir. Dəlil: Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə, yəni Əhl-i Beyt imamlarına itaət edin. Nisa surəsi 59-cu ayə. Əhl-i Beyt günahdan uzaqdır. Dəlil: Ey Əhl-i Beyt! Allah sizdən çirkinliyi, günahı yox etmək və sizi tərtəmiz, yəni pak etmək istər. Əhzab surəsi 33-cü ayə. Əhl-i Beytin vilayəti hamıya vacibdir. Dəlil: Sizin hamınız ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, Allaha namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Maidə surəsi 55-ci ayə. Rüku halında zəkat verən şəxsdən məqsəd isə İmam Əli əleyhissalam idi. Əhl-i Beytin vilayəti dinin kamilliyidir. Dəlil: Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Maidə surəsi 3-cü ayə. Ayə Həzrət Peyğəmbərimizin Qədirxunda Həzrət Əlinin Allahın əmri ilə canişin təyin etdiyindən sonra nazil olub.